Xəbər verdiyimiz kimi bu il 500 mindən çox çıxarışsız ev sənədləşdirilə bilər. 2026-cı ilin Azərbaycanda şəhərsalma və memarlıq ili elan edilməsi uzun illərdir müzakirə olunan plansız və sənədsiz evlər, riskli zonalarda olan tikililərin aqibətini yenidən gündəmə gətirib. Sferas xəbər verir ki, mövzuya millət vəkili Jalə Əliyeva münasibət bildirib. Onun sözlərinə görə proses həm də ölkə büdcəsi üçün müsbət haldır. Çünki qeydiyyata alınan və sənədləşdirilən torpaq sahələri və evlərin sahibləri vergi ödəyicisi olacaqlar. İlk növbədə qeyri-yaşayış sahələrinə bu istiqamətdə sənədlərin verilməsinə başlanılıb. Amma 2026-cı ildə məhz yaşayış sahələrinə sənədlərin verilməsi istisna deyil. Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc isə deyib ki, bu say 500 mindən çox da ola bilər. Onun sözlərinə görə hazırda sənədsiz evlərlə bağlı ən böyük problemlərdən biri qeyri-yaşayış təyinatlı sahələrdə tikilənlərdir. Bununla bağlı isə dünya təcrübəsinə uyğun olaraq əmlak amnistiyası gözlənilir. Bu isə o deməkdir ki, torpaq sahəsinin təyinatını dəyişməklə həmin mənzillərə və ya obyektlərə də sənəd verilə bilər.